Rusiya Federasiyasının Yekaterinburg şəhərində bu ölkənin hüquq mühafizə orqanları tərəfindən Azərbaycanlılara qarşı törədilən həmin o qətliam birbaşa olaraq assimilyasiyadır, birbaşa olaraq Azərbaycanlılara qarşı olan bir prosesdir və eyni zamanda ayrı seçkilikdir, milli ayrı seçkilikdir. Buna heç bir formada Azərbaycan susa bilməz, göz yuma bilməz və İşgəncələrə məruz qalaraq həyatını itirənlər Azərbaycana gətirilir. Bu haqda biz artıq izləyicilərimizə məlumat vermişdik. Müzakirə mövzumuz budur. Studiyada qonağı millət vəkili Bəhruz Məhərrəmovdur. Bəhruz müəllim, salam, xoş gəlmişsiniz. Bəhruz müəllim, təəssüflər olsun ki, biz növbəti dəfə deyirəm. Çünki Rusiya tərəfindən Azərbaycanlara qarşı həyata keçirilən birinci mərhələ deyil bu. Və Rusiya tərəfinin milli ayrı seçkiliyə yol verməsi bizim Azərbaycanlılarımızı orada qətliama, belə deyək də, orada qətlə yetirməsi də ilk hal deyil. Amma bunun İstərdim ki, biz hüquqi tərəflərini danışaq. Siz həm də hüquqşünassınız. Bəhruz müəllim, hüquqda necə tənzimlənməlidir bu və niyə tənzimlənmir? Təşəkkür edirəm. Əvvəlcə ondan başlayaq ki, Azərbaycan bütün dünya xalqları ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq, bu istiqamətdə fəaliyyət göstərməkdə maraqlıdır və bunu konstitusiyon niyyət kimi bəyan edib. O cümlədən də biz konstitusiyamızın 10-cu maddəsinə əsaslanaraq Rusiya ilə beynəlxalq hüququn ümumi tanınmış normalarında əksini tapan prinsiplərin əsaslanan münasibətlərin qurulmasına birmənalı şəkildə həmişə cəhd etmişik və bu istiqamətdə ciddi şəkildə səylər göstərmişik. Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə saxlanması üçün üzərinə düşən, o cümlədən bütün dünya ölkələri ilə üzərinə düşən bütün addımları atıb. Biz beynəlxalq hüququ həmişə ali tutmuşuq. Amma bugün Rusiyanın davranışları göstərir ki, bu dövlət özünü qonşuluq münasibətlərinə uyğun formada aparmır. Bu dövlət həm hüququ, həm beynəlxalq hüququ birmənalı şəkildə tapdıyır. İlk növbədə elə hüquqdan başlayaq. Əgər ölkədə qeyd olunduğu kimi, Zaxarovun ifadə etdiyi kimi proseslər hansısa istintaqın gedişinə uyğun şəkildə həyata keçirilirsə, hansısa dırnaq arası cinayətkarların zərərsizləşdirilməsi, yaxalanmasından söhbət gedirsə dırnaq arası, hansı hüquqi prosedur bunları qoruyublar? Hansı prosessual məcəllə tələbləri ortada bax bu cür realizə oluna bilər? İnsanlara qarşı açıq şəkildə hüquq mühafizə orqanlarının əməkdaşları yerində cəzalandırma prosesi tətbiq edir. Hələ bu cəzalandırma məhkəmə qaydasında belə olmalıdır ya yox? O özü sual altındadır. Biz hamımız bilirik ki, həmin insanlar məhz Azərbaycanlı olduğuna, daha da qeyri-Rus olduqlarına görə cəzalandırırlar və Rusiya Cənubi Qafqazda, o cümlədən Azərbaycan üzərində əvvəllər mövcud olmuş təsir rişaqlarını itirdiyi üçün artıq ortada nə separatizm ocağı var, nə işğal və təcavüz bir mənzərəsi var. Ona görə də bax bu kimi üsulları əl atırlar. Eyni zamanda özlərinin əl altıları, sözün əsl mənasında muzlar olan Solovyov kimi ünsürləri, digər çoxsaylı Rusiya Dövlət Dumasının bax belə ünsür olan deputatları var. Bunları ortaya salmaqla əvvəllər Azərbaycana hücumlar edirdilər. O hücumlar bugün də davam edir. Sadəcə bugün artıq biraz daha irəli gedib vətəndaşlarımıza qarşı Azərbaycan dövlətinin həssaslığını nəzərə alaraq bu kimi addımlar atırlar. Bu bir. İkincisi, ortada ciddi beynəlxalq hüquq pozuntusu var. Rusiya 2022-ci ilin 22 fevral tarixli bəyannamə ilə üzərinə öhdəlik götürüb ki, bizim münasibətlərimizə zidd olan, bizim münasibətlərimizin xarakterinə uyğun olmayan hər hansı addımlar atılarsa, bir məqamlar meydana çıxarsa, dərhal bu prosesin aradan qaldırılması üçün müvafiq addımlar atılacaq. Eyni zamanda Xarici İşlər Nazirlikləri arasında müvafiq mexanizm yaradılıb. Hardadır Rusiyanın götürdüyü üzərinə öhdəliklər? Rusiya niyə bu öhdəliklərə münasibətdə bu cür laqeyd davranır, özünün imzasına bu qədər hörmətsizlik edir? Bilirsiniz, indiki məqamda bu əməkdaşlıq, bu bütövlükdə tərəfdaşlıq Azərbaycandan çox Rusiyanın özünə lazımdır. Rusiya bugün təklənib dünyada. Bugün Cənubi Qafqazda Rusiyaya yeganə səmimi münasibət, bərabər hüquqlu tərəfdaşlığı saxlamaqla Azərbaycan göstərirdi. Biz Rusiyadan nə görürük? Rusiyadan görürük ki, təyyarəmiz vurulur. Eyni zamanda Rusiya bunu araşdırmır, üzərindən keçir. İkincisi, vətəndaşlarımıza münasibətdə bu yanaşmalar, bu dövlət səviyyəsində həyata keçirilən cinayətdir. Ermənilərin işğal və təcavüz dövründə, daha sonra Vətən müharibəsinin gedişatında Gəncəyə gecə ilə raket atmasının bugün Yekaterinburgda Azərbaycanlıların evinə girib onları öldürməklə heç bir fərqi yoxdur.
Hər ikisi bunlar eyni cinayətlərdir və bir daha deyirəm, bizim oradakı soydaşlarımızın yeganə günahı onların Azərbaycanlı, türk, müsəlman olmasıdır, qeyri-rus olmasıdır. Bu siyasət əlbəttə ki, bugün Rusiya kimi dövlətin fəaliyyətində ciddi pozuntuları bir daha ortaya çıxarır. Bu şovinist siyasətdir. Bir də bilirsiniz, təəssüf doğuran odur ki, dünya irəliyə doğru getdikcə bu ya digər formada Rusiya bu proseslərdə kifayət qədər və ciddi şəkildə geriyə gedir. Bugün Rusiyada həyata keçirilən siyasət Stalin dövrünün repressiyalarından daha ağır formada özünü biruzə verməkdədir. Və əlbəttə ki, bu təəssüf doğurur. Bilirsiniz, indiki məqamda Azərbaycan bütün hallarda vətəndaşlarının yanındadır. Eyni zamanda Rusiya vətəndaşı olan soydaşlarımızın yanındadır. Möhtərəm prezident həvəsilə deməyib ki, o bütün dünya Azərbaycanlıların prezidentidir və baş verən proseslər, dövlət orqanlarının məsələyə çox kəskin, adekvat, amma adekvat kəskinlikdə münasibəti göstərir ki, Azərbaycan hər an özünün soydaşlarının yanındadır və bundan sonra da yanında olacaq. Bugün Azərbaycan kifayət qədər güclü dövlətdir. Bugün Azərbaycan kifayət qədər özünün vətəndaşlarının arxa dayağına çevrilə biləcək qədər qüdrətlidir. Bizim üzərimizdə hər hansı formada rıçaq imkanları yoxdur. Azərbaycanda mövcud siyasi iradə bir mənalı şəkildə müstəqildir və onun qətiyyəti qarşısında hansısa kənar təsirlər, vətəndaşlarımıza, soydaşlarımıza qarşı törədilən cinayətlər yalnız və yalnız həmin dövlətin özünün ifşasından başqa bir şey deyil. Bərzməm, biz indi qətliam ifadəsini işlədirik. İşlədə də bilərik. İşlədə də bilərik, çünki bir və yaxud da birdən daha çox insanın qətlə yetirilməsi və orada xüsusi punkt ondan ibarətdir ki, dininə, milliyyətinə, irqinə görə qətlə yetirilməsi qətliamdır. Ona görə də bu ifadəni rahatlıqla işlədə bilərik və təəssüf hissi ilə işlədə bilərik ki, qonşu ölkəmiz Azərbaycanlılara qarşı gecə yatdıqları yerdə, elə sizin qeyd etdiyiniz kimi, o Gəncənin vurulması ilə heç bir fərqi yoxdur. O da gecə yatdıqları yerdə başlarına raket düşdü. Burada da gecə yatdıqları yerdə Yekaterinburqun hüquq mühafizə orqanları daxil oldu Azərbaycanlıların evlərinə və onları Azərbaycanlı olduğu üçün bu təzyiqlərə, bu təqiblərə məruz qoyaraq daha sonra isə işgəncələrindən qətlə yetirdilər. Hətta nəşləri belə Azərbaycana vermək istəmirdilər. Nəşlər bugün vətənə gətirilir. Bunu da vurğulayaq, izləyicilərimizin diqqətinə çatdıraq. Əslində necə cəzalanmalıdır və bax onların dedikləri kimi, əgər bizim həmvətənlərimiz 2000-ci ilin əvvəllərində hansısa bir qətildə iştirak ediblərsə ki, bunun heç bir faktı, sübutu yoxdur və elə yerindəcə onlara cəza verilib. Əgər bu var idisə, iki qonşu ölkə bunu necə həll etməli idi və Rusiya niyə bunu etmədi? İlk növbədə bir daha deyirik, ortada hansısa cinayətin istintaqından söhbət gedirsə, prosedurlar bu cür olmamalıdır. Vətəndaşlar istintaqa cəlb olunmalıdır, dəvət olunmalıdır, gəlməyəcəksə məcbur aparıla bilər, amma heç kim yerində vətəndaşı gəlib öldürməyə Rusiya dövlət xüsusi xidmət orqanlarına, dövlət orqanlarına heç kəs bu icazəni verməyib. Nə Rusiyanın özünün dövlət daxili qanunvericiliyi, nə beynəlxalq hüquq. Bu, açıq şəkildə miqrantlara münasibətdə güc göstərisidir. Eyni zamanda həmin miqrantların, o cümlədən soydaşlarımızın olduğu, mənsub olduğu vətəndaşı olaraq yox, mənsub olduğu ölkəyə münasibətə təzyiq imkanı, təzyiq vasitəsidir. Çünki orada Rusiya vətəndaşı da var. Əlbəttə ki, bax, məsələ ondan ibarətdir ki, bu Rusiya dövlətinin tükəndiyini göstərir. Biz bir daha deyirik, Rusiya ilə münasibətlərimizin kəskinləşməsini, bax, bu cür danışırıq, bu ritorikanın qarşılıqlı olaraq davam etməsini arzulamırıq. Amma biz eyni zamanda vətəndaşımızın və yaxud soydaşımızın haqlarını axıra qədər qorumalıyıq. Baxın, son ilə 2 cinayət, istər bizim soydaşlarımızın orada amansızlıqla, qeyri-rus olduğuna görə öldürülməsi və bir də təyyarənin vurulması. Bunların heç biri hansısa bir cinayətkar tərəfindən edilməyib, sıradan bir vətəndaş, sıradan bir şəxs, qruplaşma tərəfindən və biz də o sıradan qruplaşmanın, cinayətkarın həmin o cinayət təqibinin həyata keçirilməməsi ilə bağlı narazılığımızı ifadə etməmişik. Bunların hər ikisi dövlət orqanları tərəfindən, biri ordu tərəfindən, biri isə indi müvafiq istintaq orqanı və federal təhlükəsizlik orqanları tərəfindən həyata keçirilir. Bunların hər birinin arxasında dövlət dayanırsa, bu dövlət tərəfindən törədilən cinayətdir. Əvvəlki dövrlərdə biz etiraf edək, Rusiyanın dövlət siyasəti çərçivəsində törədilən cinayətlərə biz çox şahidlik etmişik. Ölkədə çox sayılı elə bizim vətən müharibəsindən öncəki dövrdə, vətən müharibəsi dövründə, hətta ondan əvvəlki dövrlərdə
bir sıra addımlar atılıb ki, biz bunu indi kifayət qədər bunu ictimaiyyət də bilir. Həmin cinayətlərin, həmin faciələrin, qətliamların arxasında ermənilərin o əlinə silah verən, erməniləri bir mənalı şəkildə gücləndirən tərəf kim olur, bunu hamımız bilirik. Amma ötən dövr ərzində Azərbaycan müvafiq olaraq doğru xarici, daxili siyasəti ilə, güclənməsi ilə bu rıçaqları tamamilə aradan qaldırıb. Azərbaycan Rus sülh məramlarının, biz bilirik, onlar məqsədləri nə idi? Onların vaxtından əvvəl kənarlaşdırılmasına nail olub və münasibətləri normal saxlamaqla. Yaxşı, biz bu qədər səylər göstərdikdən sonra Rusiyanın bu münasibəti, Rusiyanın Azərbaycanla özünün cənubda yeganə, adekvat və bərabər hüquqlu tərəfdaşlıq edə biləcəyi dövlətlə münasibətləri bu səviyyə çatdırması Rusiya nə verəcək? Rusiya bir mənalı şəkildə əmin olmalıdır və bilməlidir ki, Azərbaycanla diktə dilində danışa bilməyəcək. Ermənistandır. Ermənistanda bugün Rusiya rəhbərinin, Rusiya dövlətinin ünvanına nələr deyilir, hansı siyasət yürüdülür, Rusiya tərəfi yaxşı başa düşür. Eyni zamanda Gürcüstandır. Xarici İşlər Nazirliyi tədbirinə getmədi. Bəli, bax budur. Məsələ bundan ibarətdir və Rusiya indiki məqamda özünün Cənubi Qafqazdakı maraqlarına vurduğu zərbəni tarixin heç bir dövründə vurmayıb. Və ona görə də əlbəttə ki, Rusiya maraqlarıdır, Rusiyanın özü bilər, Rusiyanın maraqları Rusiyanı maraqlandırmalıdır. Amma indiki məqamda biz, hər kəs bilsin ki, vətəndaşlarımıza münasibətdə törədilən bu cinayətlərə susub, gözləyib yanaşmayacağıq. Bəlkə biz müzakirə edirik, amma bunun kökündə dayanan məsələlər var. Yəni, Azərbaycana nəyi keçə bilmədi Rusiya məsələsi var. Müstəqilliyi, enerji siyasətində güclənməyi, neft və qaz marşrutlarının Rusiyadan kənar keçməsini. Bundan əlavə, bilirsiniz ki, o KTMT kimi özlərinin hegemon olduğu təşkilatları nüfuzunu artırmaq üçün, əhatəsini genişləndirmək üçün də həyata keçirdiyi bir siyasət var idi ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqının bir tərkib hissəsi oldu, nə KTMT-nin bir tərkib hissəsi oldu. Azərbaycan öz müstəqil siyasətini seçdi və Türk dövlətlərinin, bizim Cənab Prezidentin də dediyi kimi, Azərbaycanın ailəsi Türk ailəsidir. Bunun yanında oldu. Bax, bütün bunları cəmləyəndə, bir araya toplayanda Rusiyanın o keçə bilmədiyi nüanslar sanki biraz daha çox qabarıq ortaya çıxırmı? Çünki bunu tək biz danışmırıq, bunu region televiziyaları danışır, bunu beynəlxalq kütləvi informasiya vasitələri danışır. Yəni, hər kəs əslində hər şeyi görür. Bilirsiniz, Vəfa xanım, Rusiya və Azərbaycan arasında biz hər hansı formada müqayisə aparanda əlbəttə ki, böyük sözün əsl mənasında güc və imkanları baxımından, ərazi baxımından, potensial baxımından böyük dövlətin Rusiya olduğunu biz görürük. Çox təəssüflər olsun ki, Rusiya özü bu böyüklüyün ya fərqində deyil. Çünki bu cılız siyasət böyük dövlət tərəfindən həyata keçirilməməlidir. Yaxud da ki, Rusiya, Çar Rusiyasının, eyni zamanda SSR dövrünün o ilk illərinin, repressiya dövrlərinin hegemonluğu eşqinə yenidən düşüb. Bilirsiniz, Rusiya bugünə qədər həyata keçirdiyi çox saylı cinayətlər, istər Ukraynaya qarşı törədilən cinayətlər, Çeçen xalqına qarşı törədilən cinayətlər, Cənubi Qafqazda törədilən çox saylı cinayətlər fonunda nəhayət ki, Rusiya aydın mənzərəyə sahib olmalı idi ki, cinayətlərlə, repressiyalarla nə bir rejim qorumaq olar, nə bir sistem saxlamaq olar. Onlar bunun hələ də fərqinə varmayıblar. Bir daha deyirəm, biz Rusiya ilə münasibətlərin kifayət qədər uğurlu formada inkişafı üçün bütün mümkün imkanlardan istifadə eləməyə cəhd etmişik və ötən dövr ərzində də bu və ya digər formada müəyyən nəticələr əldə etmişik. Azərbaycan, baxın, ötən dövr ərzində Rusiyanın o qeyd etdiyimiz formatdakı təcavüzkar fəaliyyəti fonunda Azərbaycan görün nələr olub. Azərbaycan Rusiyanın elə mane olduğu çox saylı cəhdlər fonunda mane olduğu layihələrin hamısını həyata keçirib. Azərbaycanın bugün Avropaya birbaşa çıxışı var, enerji layihələrini həyata keçirib, infrastruktur layihələrini həyata keçirib. Azərbaycan, bəli, istədiyi qütblə, istədiyi istiqamətdə bərabər hüquqlu tərəfdaşlıq edir. Amma, məsələn, möhtərəm prezidentin siz statını ifadə etdiniz, andişmə mərasimində bizim ailəmiz Türk ailəsidir. Bizim ailəmiz, biz üzümüzü Türk dünyasına tutanda heç vaxt hər hansı bir dövlətə qarşı arxa çevirməmişik. Heç vaxt biz Türk dünyası ilə dostluq, qardaşlıq edib Rusiya ilə düşmənçilik edəcəyik deyə arzulamamışıq. Bəli, hər zaman kifayət qədər məsafədə saxlamışıq, kifayət qədər bütün dünyada onlarla güc var ki, Azərbaycanın ərazisindən Rusiyaya qarşı istifadə etmək istəyir. Azərbaycan bir dəfə də olsun nə Rusiyaya, nə İrana münasibətdə, nə Gürcüstana münasibətdə hər hansı üçüncü dövlətin bizim ərazilərimizdən istifadə edilməsinə, bizim potensialımızdan istifadə edilməsinə imkan verməyib. Bax, belə bir fonda Rusiyanın bugün həyata keçirdiyi addımlar doğrudan
cılız addımlardır. Rusiya qeyd edirsiniz ki, nəyi keçə bilmir? Rusiya çox təəssüflər olsun ki, hələ də reallıqları anlaya bilməyib. Rusiya Azərbaycanın müstəqilliyini qeyd etdiyimiz kimi, Rusiya Azərbaycanın suverenliyinin bərpasına, Azərbaycan da bugün MDB məkanında keçmiş SSR Sovetlər İttifaqının ərazisində yeganə Azərbaycandır ki, özünün hərbi qələbəsini qazandı və yeganə Azərbaycandır ki, Rusiyanın birbaşa çomağının o dürtüldüyü separatizm ocaqlarının yaşamasına imkan verməyib. Bugün bütün MDB məkanının hər birində demək olar ki, separatizm ocağı var. Bu və ya digər formada işartıları var. Tacikistandan ta elə Belarusun özünə qədər. Bəli. Bunların hamısında birbaşa Rusiya özü rol oynayır. Belə bir məqamda. Elə bununla da təzyiq altında saxlayır o və ərazisləri. Bir mənalı şəkildə xalqların faciəsi üzərində, dövlətlər üzərində hakimiyyət möhkəmləndirmək bu Rusiyanın köhnə üslubudur. Amma Azərbaycan bu tilsimi qırıb, möhtərəm cənab prezidentin həyata keçirdiyi müstəqil və anti-Rusiya olmayan, bir mənalı şəkildə öz maraqlarımızı hədəfləyən siyasət Azərbaycanı bugün müstəqil edib tam mənada. Bugün Azərbaycan böyük özü ciddi regional hərbi siyasi gücdür, orta gücdür. Maraqlarımız tam təmin olunub. Separatizm ocağı artıq yoxdur, işğal təcavüz yoxdur. Görünən odur ki, özünün ənənəvi təsir uşaqlarından məhrum olan Rusiya sadəcə necə davranacağını bilmir və bu kimi dövləti cinayətləri əl atır. Cənubi Qafqaz ölkələri, Gürcüstan, Azərbaycan, Ermənistan, baxın, hər birinin daxilində hansısa prosesləri reallaşdırmağa çalışıb. Tarixən Rusiya. Və böyük ehtimal o keçə bilmədiyi mövzular sırasında həm də Azərbaycanın o 5-ci kolonun üzvlərini, Rusiyaya bağlı olan şəxslərin də zərərsizləşdirilməsi məsələsidir. Yəqin ki, öz yerində dayanır. Çünki Rusiyanın o müxtəlif siyasət apardığı müxtəlif istiqamətlərdə həm də Azərbaycanın daxilində bir çatışmaların yaratması, Azərbaycanın daxilində kimlərisə öz prosesinə, öz siyasətinə cəlb etmək məsələsi var idi ki, Azərbaycan dövləti bunun da qarşısını alıb. Yəqin ki, bu məsələ də onların heç xoşuna gələn məsələ deyil. Biz etiraf etməliyik ki, zaman-zaman Azərbaycanda dövlət idarəçiliyinin müxtəlif eşelonlarında Rusiyaya bu və ya digər formada bağlı olan şəxslər, 5-ci kolon funksiyasını yerinə yetirən şəxslər olub. Amma bilirsiniz, bu müstəqilliyimizin ilk dövrləri idi, sonraki periodlar idi, bizə təsir uşaqlarının mövcud olduğu zamanlar idi. Doğrudan da möhtərəm prezident nəyi, nə zaman, necə edəcəyini bilir. Və bu proseslər mərhələli şəkildə ölkədə, ictimai mühitə, vətəndaş cəmiyyətinə ziyan vurmadan zamanında müvafiq addımlar atıldı. Və bugün artıq Azərbaycan, bəli, tam şəkildə möhtərəm prezident doğrudan da dünyada o yumşaq gücün ustad dərsini keçən insandır. Və bu mənada biz həmin o prosesdə kifayət qədər radikal addımlar da atılıb, yumşaq addımlar da atılıb, normal temp seçilərək Azərbaycan artıq bu kimi ünsürlərdən xilas olunur. Və Azərbaycan xalqı bugün kimin kim olduğunu yaxşı bilir və özünü qərbpərəst göstərən və yaxud özünü şimalpərəst göstərən qüvvələrin artıq Azərbaycanda bu və ya digər formada nə siyasi ambisiyalar baxımından, nə bölgədə nəyəsə təsir etmək, ölkədə nəyəsə təsir etmək baxımından heç bir imkanları qalmayıb. Azərbaycan vahiddir, xalq hakimiyyət birliyi var. Azərbaycanda çox güclü şəkildə mövcud iqtidar dəstəklənir və belə olan təqdirdə əlbəttə ki, o 5-ci kolon və s. bu bölgədə, ölkədə hər hansı formada şansa malik deyilir və bu mənada əlbəttə ki, bu məqamlarda Rusiyanı çox ciddi şəkildə narahat eləyir və Rusiya rəsmilərinin verdiyi bəyanatlar həqiqətən də insan fikirləşir, baxır, dinləyir. Siyasətçi neçə illər siyasətdə olan, neçə illər xarici siyasətdə olan, neçə il parlamentdə oturan şəxslərin televiziya aparıcılarının, o muzlu aparıcıları da olar, hansı ki birbaşa Kremldən qidalanırlar. Bunların danışıqları, tezisləri doğrudan insan fikirləşir ki, dünyanın 1/4-ni əhatə eləyən bir dövlət görün kimlərin ümidinə qalıb. Bax, doğrudan bunlar təəssüf doğurur. Əlbəttə, mən bir daha deyirəm. Demək ki, güc itirilib. Demək ki, güc itirilib. Bərzməm, sözünüzə qüvvət, Solovyovun o çıxışlarına diqqət yetirmək istəyirəm. Neçə müddət ki, davam edirdi. Xatırlayırsınızsa, Ermənistana efir vasitəsilə hansı ki, o efir bilirik ki, Kremlə bağlı efirdir. Yəni bunu Rusiyada dövlətə bağlı olmayan efir yox. Bəli, hansısa aparıcının şəxsi, subyektiv fikri kimi təqdim etmək olmaz bunu. Biz bunu Vətən müharibəsi dövründə də gördük ki, Solovyov necə video görüntülər xatırlayırsınızsa nümayiş etdirirdi və orada
necə könüllü Azərbaycanlılar vətənin uğrunda, vətəni qorumaq üçün hərbi xidmətə yola düşürdülər. O görüntülər var idi və orada Azərbaycan bayrağı dalğalanırdı. Solovyov isə məyusluqla qeyd etdi ki, yəni redaktorlarına müraciət edərək dedi ki, siz nə edirsiniz? Görmürsünüzmü bu Azərbaycanlılarda? O onu ermənilər kimi təqdim edirdi ki, güya ermənilər bu cür canfəşanlıqla gedirlər vətəni qorumağa. Daha sonra isə belə bir neçə müddət bundan əvvəl Solovyovun bir fikri var idi, Ermənistana açıq şəkildə mesaj göndərdi ki, sizin də aqibətiniz dırnaqarası arsağın aqibəti olacaq. Amma bu cümlələri efir vasitəsilə işlətmək, o efir vasitəsilə ki, Kremlə bağlıdır, dövlətə bağlıdır, bu nə qədər səmimi media münasibətləridir? Çünki biz də danışırıq, biz də müzakirə edirik, amma fakt üzrə. Bilirsiniz, çox təəssüflər olsun ki, ötən dövr ərzində bəzi hallarda biz müşahidə edirik ki, doğrudan da bəzi ölkələrlə imzalanan müqavilələr qeyd olunduğu kimi su üzərində imzalanan müqavilələrdir. Biz bir tərəfdən münasibətlərimizi yaxşılaşdırmaq istəyirik, biz bu qədər cəhdlər göstəririk. Biz qarşılıqlı informasiya təhlükəsizliyi ilə bağlı, maraqların birgə müdafiəsi ilə bağlı sazişlər imzalayırıq. Amma nə görürük? Rusiyanın xüsusi xidmət orqanlarının müvafiq dırnaqarası mütəxəssisləri Azərbaycan informasiya məkanına hücumlar təşkil edir, kiber hücumlar təşkil edir. Biz nələri görürük? İnformasiya məkanımızı çirkləndirmək üçün uyğunsuz tezislər bilərəkdən müzakirələrə çıxarılır. Rusiya televiziyalarında, informasiya məkanında Azərbaycan əleyhinə açıq hücumlar olur. Solovyovun, Tolstoyun və s. çox saylı uyğunsuz Rusiya dövlətinin başçısının imzasına açıq hörmətsizlik edən bəyanatların biz çıxışların şahidi oluruq. Baş nazirin müavini də bu yaxınlarda. Baş nazirin müavini, eyni zamanda Rusiya prezidentinin köməkçisi, uyğunsuz bəyanatlar. Bununla dövləti münasibətlər qurmaq olmaz. Biz bir daha deyirik, biz heç bir dövlətlə, o cümlədən də qonşumuz olan, tarixi, mədəni, humanitar bağlarımız olan Rusiya ilə münasibətlərimizin gərginləşməsini heç vaxt arzulamırıq. Amma Rusiya özü də bunu arzulamamalıdır. Bir daha deyirik, Rusiya başa düşməlidir ki, bugün Cənubi Qafqazda ona səmimi, bərabər hüquqlu münasibət və arxa çevirməyəcək dövlət Azərbaycan olub. Azərbaycanla da münasibətlərin bu səviyyəyə düşməsi Rusiyanın artıq Cənubi Qafqazdakı yoxluğu deməkdir. Rusiya onsuz da dünya siyasətində yoxluğa doğru gedir. O boyda dövlət Ukrayna qarşısında faktiki məğlubiyyəti fonunda. Düzdür, çox saylı cinayətlər törətməkdədir orada da. Amma bütün bunlar nəyi göstərir? Bütün bunlar göstərir ki, Rusiya indiki halda o imperialist niyyətlərlə mövcud gücü arasında balansı qoruya bilmir və bu da bu dövləti uçuruma aparır. Bəhruz müəllim, çox sağ olun, təşəkkür edirik, studiyaya gəldiniz, suallarımızı cavablandırdınız və biz Yekaterinburqda həmvətənlərimizə qarşı, soydaşlarımıza qarşı törədilən qətliamdan danışdıq və bu qətldir. Heç bir formada Azərbaycan dövlətinin heç bir strukturu buna göz yummayacaq, susmayacaq, həm də mediası və Azərbaycan prezidenti, ölkə başçısı İlham Əliyev hər zaman vurğulayıb ki, o bütün Azərbaycanlıların prezidentidir. Bunu regionda baş tutan, davam edən münaqişələr də göstərdi. Necə ki, Azərbaycanın əraziləri üçüncü ölkələrin istifadə məkanı olmadı, mərkəzi olmadı, eləcə də soydaşlarımızın başına əgər hansısa bir problem gələndə, hansısa bir hadisə gələndə Azərbaycan ölkə olaraq, dövlət olaraq və ölkə başçısı olaraq Azərbaycanlıların yanında oldu. Bu hər zaman belə olub, belə də olacaq. Və vurğulayım ki, studiyada qonağım millət vəkili Bəhruz Məhərrəmova idi. Bu istiqamətləri biz onunla birlikdə müzakirə etdik.